Salam əziz beşincilər. Bugün 6-cı bölmədə keçdiyimiz dil qaydalarının təkrarına baxaq. Yəni qeyd edim ki, bu video KSG 6 üçün hazırlıq məqsədi ilə hazırlanıb. Yəni bu videoya baxaraq keçdiyimiz mövzuları təkrar edə bilərsiniz. Yəni dil qaydalarını. Yəni burada görürük ki, 6-cı bölməmizdə sifət, say, feil və zərf haqqında məlumatlar almışsınız. İndi onların təkrarına baxaq. Birinci başlayırıq sifətdən. Bildiyimiz kimi, Azərbaycan dilində nitq hissələri iki yerə bölünür. Əsas nitq hissələri və köməkçi nitq hissələri. Əsas nitq hissələri isim, sifət, say, feil, zərf və əvəzlikdir. Bugün biz sifət haqqında olan məlumatlara baxacağıq. Sifət əşyanın əlamət və ya keyfiyyətini bildirir. Yəni burada gördüyümüz kimi bu cədvəldə əlamət və keyfiyyət göstərilib. Əlamət dedikdə xarici görkəm, keyfiyyət dedikdə isə daxili aləm nəzərdə tutulur. Məsələn, əlamətə aid olan rəng, ölçü, forma, zahiri görkəm, məsələn, rəngə aid sarı, qırmızı, ölçüyə aid iri, böyük, forma, yumru, uzun, zahiri görkəm, arıq, kök. Həmçinin keyfiyyət dedikdə dad bildirən, turş, şirin, xasiyyət, səbirli, dözümlü, intellekt, ağıllı, bilikli, hal, vəziyyət, sağlam, xəstə. Yəni bunlar sifətə aid əlamət və keyfiyyətdir. Sifətə aid əsas bilməli olduğumuz qaydalardan biri odur ki, sifət ismə aid olur. Məsələn, burada yazılıb sarı çiçək. Sarı çiçək. Burada gördüyümüz kimi sarı rəng bildirir. Sarı rəng bildirir və sifətdir. Çiçək isə isimdir. Yəni sifət həmişə ismə aid olur. Ondan əvvəl gəlir. Yəni bu qaydanı yadda saxlayırıq. Həmçinin sifətlərə aid əsas, yəni sifətin digər nitq hissələrindən onu fərqləndirən əsas əlamət sifətlərin dərəcə bildirməsidir. Yəni bildiyimiz kimi hər bir nitq hissəsinin özünə məxsus xüsusiyyəti olur. Məsələn, isimlər ad bildirir, ümumi xüsusi olur, tək və cəm, konkret mücərrəd. Feillər hərəkət bildirir, zamana görə dəyişir, təsdiqdə və inkarda olur. Sifətlərin isə əsas morfoloji xüsusiyyəti odur ki, sifətlər dərəcə bildirir. Və bu dərəcə də 3 formada olur. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Azaltma və çoxaltma dərəcələrində olan sifətlər bitişik, ayrı və defislə yazılır. Bu yazılma formasıdır. Bəzi sifətlərin çoxaltma dərəcəsi M, P, R, S samitlərinin köməyi ilə düzəlir. Belə sifətlər bitişik yazılır. Məsələn, qupquru, masmavi, tərtəmiz. Kəm, təhər sözlərinin və düm hissəciyinin iştirakı ilə yaranan sifətlər bitişik yazılır. Dümağ, kəmşirin, acı təhər. Açıq, ala, tünd sözləri ilə düzələn sifətlər defislə yazılır. Açıq sarı, tünd göy, ala yarımçıq. Tərkibində ən, daha, çox, lap, zil sözləri olan sifətlər ayrı yazılır. Ən ucuz, daha gözəl, çox ağıllı, lap yaxşı və s. Həmçinin burada diqqət edirik, açıq, tünd sözləri rəng bildirməyən sözlərə qoşularaq mürəkkəb sifətlər yarada bilər. Belə sözlər dərəcə əlaməti bildirmir və bitişik yazılır.
Yəni burada artıq biz deyə bilmərik ki, burada sifətin dərəcə əlaməti var. Ona görə burada diqqətli olmalıyıq. Məsələn, açıq fikirli, açıq qəlbli, açıq ürəkli, tünd xasiyyət. Bunlar adi dərəcədə olan sifətlərdir. Ala sözü böyük mənasında isimlərə qoşulduqda yaranan mürəkkəb sözlər bitişik yazılır. Alagöz, alaqapı. Sonra davam edirik. Deməli, növbəti mövzumuz isə, yəni bu bölmədə keçdiyimiz saydır. Say da əsas nitq hissələrindən biridir. Say əşyanın miqdarını və sırasını bildirir. Miqdar sayları da həmçinin öz növbəsində 3 yerə bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsr sayları. Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir, neçə, nə qədər sualına cavab verir. Məsələn, 4, 7, 20 və s. Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər sualına cavab verir. Məsələn, 5, 6, 10, 15, az, çox, xeyli. Həmçinin 5, 6, 10, 15 bu tipli saylara biz təqribi saylar da deyirik. Kəsr sayları ya tamın, bütövün hissəsini, ya da hissəni bildirir. Tam və hissəni bildirir və nə qədər sualına cavab verir. Məsələn, 5-də 3, 2,5 və s. İndi isə bunların yazılma qaydalarına baxaq. Yazda bir çox saylar həm söz, həm də rəqəmlə ifadə oluna bilər. Məsələn, sıra sayları sözlə ifadə olunarkən müəyyən miqdar sayına ıncı şəkilsi artırılır. Bu saylar ərəb rəqəmləri ifadə olunduqda ıncı şəkilsinin birinci hecası ixtisar olunur. Bu zaman rəqəmlə şəkilsi arasında defiz işarəsi qoyulur. Məsələn, 4-cü, 13-cü. Sıra sayları Roma rəqəmləri ilə ifadə olunduqda şəkilsidən istifadə olunmur. Yəni, Roma rəqəmləri sıra saylarını bildirir. Yəni, bu 4-cü, 13-cü. Müəyyən miqdar sayları sözlə, rəqəmlərlə, eləcə də həm söz, həm də rəqəmlə ifadə oluna bilər. Burada görürsünüz, 3000 sözlə yazılıb, 3000 rəqəmdə yazılıb, 3 rəqəm də 1000 söz vasitəsilə yazılıb. Yəni, hər üç qaydada yazıla bilər. Qeyri-müəyyən miqdar saylarının bir çoxu yalnız sözlə ifadə olunur. Az, xeyli, çox, bir neçə, yüzlərcə, milyonlarla. Bu sayların bəziləri həm söz, həm də rəqəmlə ifadə oluna bilər. 4, 5, 50, 60 təqribi miqdar saylardır bunlar. Kəsr sayları da söz və rəqəmlə ifadə oluna bilər. Sözlə yazılarkən kəsrin məxrəcini bildirən sözə da, də şəkilsi artırılır. Məsələn, 3-də 2, 5-də 1. Rəqəmlə ifadə olunan kəsr saylarında maili xətt və vergül işarələrindən istifadə olunur. Yəni, burada yazıldığı kimi. Sonra yenə davam edək. Yəni, mətn hissəsini keçirik, əsas dil qaydalarına baxırıq. Mətnə aid də ümumi tövsiyələr sonda qeyd edəcəm. Burada baxırıq, növbəti. Deməli, feilin zamana görə dəyişməsi. Yəni, dediyimiz kimi, feilin əsas xüsusiyyətlərindən biri zamana görə dəyişməsidir. Hərəkətin hansı zamanda baş verdiyini bildirmək üçün feilə müxtəlif şəkilsilər artırılır. Hərəkətin indiki zamanda baş verirsə, ır şəkilsi. Qaçır, durur, gəlir, görür. Keçmiş zamanı bildirmək üçün d, mış, ıb şəkilsilərindən istifadə olunur. Gəldi, gəlib, gəlmişdir. Gələcək zamanın şəkilsiləri iki variantlı şəkilsilərdir. Acaq, ar, baxacaq, görəcək, baxar, görər. Saitlə bitən sözlə, saitlə başlayan şəkilsi arasında y samiti işlənir. Yəni, bu bitişdirici samitdir. Yəni, dilimizdə 3 dənə bitişdirici samit var. Y, n, s. Yəni, bunları yadda saxlayırsınız. Bunlar
bitişdirici samitlərdir. Həmçinin davam edirik. Hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirmək üçün feillərə şəxs şəkilləri artırılır. Şəxs şəkilləri sözə zaman şəkillərindən sonra qoşulur. Məsələn, yazıram. Burada yaz, sözün kökü zaman şəkilçisi, yazıram və sonda şəxs şəkilçisi. Yəni, mən yazıram, sən yazırsan, o yazır. Yəni, burada şəxslər üzrə dəyişir. Məsələn, mən yazıram, sən yazırsan, o yazır. Sonra biz yazırıq, siz yazırsınız, onlar yazırlar. Yəni, burada gördünüzsə, mən yazıram, sən yazırsan, o yazır. Üçüncü şəxsdə yoxdur şəkilçimiz. Biz yazırıq, siz yazırsınız, onlar yazırlar. Yəni, bunlar şəxs şəkilçiləridir. Həmçinin xəbərli şəkilçisi də adlanır. Sonra davam edirik. Hərəkətin icra olunmadığını bildirmək üçün feillərə ma şəkilçisi artırılır. Yəni, inkarlıq şəkilçisi. Aldım, almadım, bildim, bilmədim. Feil, yəni indiki zaman ar və gələcək zaman şəkilçiləri işlənəndə ma şəkilçisinin saiti düşür. Məsələn, bilir, bilmir. Qeyd edim ki, burada deməli, bilmir, yazaq, bilmir. Burada görürsünüzsə, bil, mı inkar şəkilçisidir, ir isə indiki zaman. Yəni, əslində bu formadadır. Yəni, burada mı inkar şəkilçisinin saiti düşür. Bilməyir. Yəni, y burada bitişdiricidir və ir indiki zaman, mə isə inkar şəkilçisi. Yəni, bilmir formasında veriləndə ma inkar şəkilçisinin saiti düşür. Sonra davam edək. Növbəti deməli, zərf haqqındadır. Zərf cümlədə əsasən feilə aid olan, onu müxtəlif cəhətdən izah edən nitq hissəsidir. Yəni, bayaq dediyimiz kimi, isimlər, yəni isimlərə aid olan, deməli, sifət və say isimlərə aid olur, zərf isə feilə aid olur. Zərf cümlədə əsasən feilə aid olan, onu müxtəlif cəhətdən izah edən nitq hissəsidir. Zərfin mənaca 4 növü vardır. Tərzi hərəkət zərfi, hərəkətin necə icra olunduğunu bildirir, necə, nə cür suallarından birinə cavab verir. Məsələn, cəld qaçmaq, həvəslə danışmaq. Görürsünüz, hərəkətə aiddir. Cəld qaçmaq, necə qaçmaq? Həvəslə danışmaq. Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir. Nə vaxt, nə zaman suallarından birinə cavab verir. Məsələn, gec gəlmək, gec tez öyrənmək. Yer zərfi hərəkətin icra olunduğu yeri bildirir. Haraya, harada, haradan suallarından birinə cavab verir. Məsələn, içəri keçmək, geri dönmək. Kəmiyyət zərfi hərəkətin kəmiyyətini bildirir. Nə qədər sualına cavab verir. Məsələn, xeyli çalışmaq, az-maz anlamaq. Sonra, dilimizdə bəzi sözlər var ki, cümlədəki yerindən asılı olaraq həm zərf, həm də digər nitq hissəsi, isim, sifət, say kimi işlənə bilir. Məsələn, biz həyəcanla səhəri gözləyirdik. Nəyi? Səhəri. Yəni, burada görürük ki, isimdir. Yəni, hal şəkilçisi qəbul edib, təsirlik haldadır. Səhər hava soyuq idi. Nə zaman? Səhər. Burada vaxt bildirir, deməli, zaman zərfidir. Növbəti, yaxşı iş üz ağardar. Hansı iş? Yaxşı iş. Deməli, necə sualına cavab verdi? Həm də burada diqqət etdinizsə, yaxşı sözündən sonra iş, isim gəldi. Ona görə bu oldu sifət. Lalə ingiliscə yaxşı danışırdı, burada isə zərfdir. Yəni, yaxşı sözündən sonra isim gələrsə, bu zaman bu sifət olur. Məsələn, yaxşı
meyvə, yaxşı insan. Amma yaxşı sözündən sonra feil gələrsə, bu zaman bu zərf olur. Yaxşı danışırdı. Necə danışırdı? Yaxşı danışırdı. Yəni hərəkətin tərzini bildirir. Az adam tapılar ki, bunu bilməsin. Nə qədər adam? Burada say. Yenə də say dedik ki, ismə aid olur. Adam burada isimdir. Az adam burada ismin, say ismin burada miqdarını bildirir və saydır. Amma az danışırdı, hərəkətə aid olduğuna görə zərf olur. Sonra zərfin quruluş növləri, yəni əsas nitq hissələrində ümumiyyətlə hamısında bu qaydadadır. Sadə, düzəltmə və mürəkkəb olur. Sadə zərflər yalnız bir kökdən ibarət olur. İrəli, səhər, aşağı, yəni leksik şəkilçi olmur. Düzəltmə zərflər kökdən və leksik şəkilçidən ibarət olur. Dost yana, cəsarətlə, burada şəkilçilərimiz lalə, ucadan, damdən. Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır. Məsələn, başdan başa, üzbəüz, bugün və s. Sonra, deməli, bildiyimiz kimi summativlərimizdə mətn sualları da olur. Burada əsas oxuyub anlama tapşırıqları olur. Yəni, mətni dəqiq, diqqətlə oxumalıyıq və mətnə aid olan sualları yazmalıyıq. Birinci növbədə mətni bir dəfə oxuyuruq, tanışlıq məqsədi ilə. Ondan sonra mətnə aid suallara baxırıq. Artıq suallarda bilirik ki, bizdən nə istənir. Və təkrar bir də mətni oxuyuruq. Və hər dəfə sualları da yazdıqca lazım olarsa bir daha qayıdıb mətndəki faktlara baxırıq. Yəni, mətnlərimiz də ümumən giriş, əsas hissə və sonluqdan ibarət olur. Yəni, çox vaxtı birinci abzas giriş hissə olur, əvvəlinci. Sonda isə sonuncu abzas nəticə olur. Nəticə olur. Əsas hissə isə daha çox olur. Yəni, bizdən əgər məlumat soruşursa, giriş hissəyə baxaq, girişə baxırıq. Nəticə hissə lazımdırsa sona baxırıq. Əsas hissədə isə bu ikisinin arasında qalan hissədir. Və bu suallara da baxaraq mətnə aid sualları cavablandırırıq. Bu günlük bu qədər. Növbəti izahlarda görüşərik.